Değerli izləyicilər, yanvar ayının 6-sı bir xəbər diqqətinizə çatdırmaq istəyirəm. Xəbərin başlığı belədir. İcra başçısı Leyla xanımın hədiyyəsini mənə vermir. 2019-cu il avqustun 6-sında Binəqədi rayonu 7-ci mikrorayonda uşaqlar üçün nəzərdə tutulmuş parkın açılışında Leyla xanım Əliyeva ilə görüşdüm. Həmin vaxt yanımda 10 yaşlı Zeynəb var idi. Leyla xanım soruşdu ki, anam məndən nə istəyirsən, necə kömək edeyim? Mənsə xahiş etdim ki, atasız 2 nəvəmə 2 otaqlı ev istəyirəm. Həll edərik dedi və qolundakı bilərziyi çıxarıb nəvəmin qoluna taxdı. Çox sevindim, ancaq təəssüf ki, bu sevincim çox çəkmədi. Bu sözləri Binəqədi rayon icra hakimiyyətinə şikayətçi olan 68 yaşlı Ülkər Abulova Baku Postu açıqlamasında deyib. Həmin gün axşam mənə 050-214 və gerisi verilməyib telefonun. Bu nömrədən Kənan adlı bir kişi zəng etdi və dedi ki, 2 gün ev axtarıb yerini deyin, mən gəlib baxıb pulunu verəcəm, xanımın tapşırığıdır. Mən 2 gün axtarıb ev tapdım, nəhayət 6-cı gün Kənan zəng edib dedi ki, icra hakimiyyətində İlqar Süleymanovla danışdım. Mənə dedi ki, Ülkər xanıma 10.000 manat verin, bəsidir. Mən dedim ki, Kənan müəllim, axı 10.000 manata 2 otaqlı ev düşmür, heç bir sot torpaq da düşmür. Ülkər Abulovanın sözlərinə görə şikayət etmədiyi ünvan qalmayıb. Hətta rayonun deputatı Azay Quliyeva da dəfələrlə müraciət edib. Azay müəllim əvvəlcə yardım edəcəyinə söz versə də, sonra məni qəbul edəndə dedi ki, bu iş onun imkanlarından kənardır. Birinci dəfə icra başçısı Elxan bəy ilə görüşdü. Mənə söz verdi ki, o evi sənə verəcəm. Sonuncu dəfə 2024-cü il mayın 3-də görüşdük. O vaxtdan heç bir səs soraq yoxdur. İndi daha məni qəbulda etmir. Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətinə 10 gündür göndərilən sorğuya isə heç bir cavab verilmir.